Herkese salamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Tam girəsiydim ki, yeni güncəlləmə gördüm ekranda Car Simulator'da və yeni bir dənə güncəlləmə gəldi dostlar axır ki. Yəni bu güncəlləmə əminəm ki, sizin üçün bir yozan gözəl güncəlləmələrdən biri olur ki, çox bomba bir dənə güncəlləmə gəldi dostlar. Ya da olsa ki, 18 Mart'ta da səhifələməmsə bir dənə güncəlləmə gəlmişdi. Bu ildə də bir dənə, bu ilin 18 Mart'ta güncəlləmə gəldi. Yəni ki, qərara gəlinir ki, hər 18 Mart'ta bir güncəlləmə gələr bu Car Simulator 2-yə də gəldi. Və yeni bir 5 dənə maşın gəldi dostlar yeni. İndi bu maşınlara indi sıra ilə biri-biri baxaq. Ardından da bu maşınları bir gün alarıq, testini də çıxarıq. Baxarıq yəni şəkildə dostlar olanlara. Və nə gəldi dostlar? Takumi dediyi Lexus GS 350 idi, 450 idi. Bu maşın gəldi dostlar. Bu maşın əminəm ki, çox qəşəng bir dənə maşındır. Alanda baxarıq və bir də bu Suzuki deyəsən Suzuki olmalıdır. Yox, Suzuki yəqin. Suzuki ya bu Suzuki olamaz. Bu Jeep olar. Jeep Avenger gəldi. Suzuki Jimmy dediyi də bu olmalıdır. Frontier. Və dostlar bir dənə oyuna formula gəldi dostlar. Formula Apex ilə formula gəldi. Bu formula hani baxdım əsl puladır və Vega deyilən Opel Astra gəldi. Abbas ağa demişdi ki, mən yeni güncəlləməni gözləyirəm. Yəni yeni güncəlləmədə gəldi. Abbas ağa sağa səslənib buradan bu Opel Astra'nı al da nəsə elə. Və indi 5 dənə maşına baxdıq. İkinci olaraq nə gəldi? Liman. Axır ki liman gəldi. Hali bu limanı həmişə deyirdik. Nə oldu? Harda qaldı? Gəldi axır ki. Üçüncü sırada nə gəldi? Deyəsən bunlar yığdırma özəlliyi idi, nədir? Bir də dostlar bu gəldi günlük meydan oxumaları deyir. Ya bu yəqin ki atölyədə olmalıdır da indi bunun özünə də baxa-baxa öyrənərik. Dördüncü sırada nə gəldi? Online duello dəvəti gəldi. VS. Oyda VS-də də indi mən online var, da baxaram. Online duello VS gəldi. Çox qəşəng bir etkinlik oxşayır burada. Ayarlarda yeni bölüm, yeni bir dənə bölüm gəldi qısacası ayarlarda da artıq. Yəni burada ad dəyişmənin altında yeni bir dənə işarələmə yeri var. Bir də bu gəldi. Yəni yeni güncəlləmədir. İncə baxırıq da, formulaya baxın. Oyda. O nə gözəl formula, əsl puladır. Eybi yox, əsl pul da olsa yarayır. İndi deyirəm hazır bir dənə başladaq. İndi burada olmalıydı o. Hani? Abi deyir burada duello dəvəti. Bu istəyir. Yəni deyir ki, burada da istəsən deyir, duello dəvətini açıb bağlaya bilirsəm. O ilə bu gəliddir. Yəni bir dənə maşın alaq, onunla gedək. Yeni güncəlləmədə bu şəkildədir. Siz baxdıqca o güncəlləməni elə sevirsiniz. Elə mən də çəkişəm də nə maşını götürürsək. Mən bunu götürmək istəyirəm. Liat elə 9. İndi görək yeni güncəlləmədə nə tərdi var da. Yəni aşırı dərəcədə deyirəm, çox gözəl yeni güncəlləmədir o. Bu nədir? Tapşırıq. Yeni görevlər gəldi. Qısacası oyunu indicə bildim. Yeni görevlər gəldi. Başda gətirərdin da sən. Nesələri devirdi. Birkaç kez zıpla. Oyuna görevlər gəldi. Oyuna tapşırıqlar gəldi. Çevrimiçi yarışı tamamlayırsan deyir. 5000 kriptonu deyir. Görevi tamamla Suriye denemesi. Onu isə bir dəfə hamısını bir dənə tamamlayabilsək. Burada 3 dənə 1 var. Bunu tamamlayabilsək pul qazanabilirik. Birkaç kez zıpla. Nesələri devir. Bildim indi. Və yeni güncəlləmədə bu şəkildə olurmuş. Da yeni liman bura gəldi. Yeni liman buradadır baxın. Oraya gəlirik da yeni maşınlar ara gəldi. Vallahi buradadır. Yeni maşınlar burada. Yeni gələn maşınlara baxın. Bir dəhəsini formula olaraq burada bir burası puldur. Opel Astra'lı 100 Tesla'ya satırlar. Jeep Avenger. Jeep Avenger bu da 175 minə də bu var. Frontier deyiləndə burada Suzuki idi bu. Suzuki Jimmy bir də bu. Lexus GS 350 bu da 414 minədir. Buranın işarələri hindi. Ardından da yeni limana gedəcək. Limana bilmirəm, bugün mücə yax, nə vaxt yaxınlasını dəyik bilmirəm.
Yəni limana nə zaman getsək onu dəqiq bilmirəm. Of, yeni güncəlləmə gəldi axı ki, nə gözəl yəni. Əvvəla bir ortama da baxaq görək nasıl dəyişkənlik falan var bu şəhərdə. Bir dəyişkənlik falan varsa biləcək ki var. Ora köşə bir bina gəldi yoxsa mən əvvəl var idi bu dayan görüm. Ola nələr gəldi bu şəhərə. Of. Hava var idi. Bunu bilmirəm. Yəni ki bina var olmalı idi da. Neyse dostlar bunlara yalnız baxa öyrənirik sizlə dediyim kimi yəni. Yeni güncəlləmə əminəm ki çox sevəcəksiniz. Məsələn mən adam güncəlləməni çəkdimi? Sonraki gündə də sizlə bir yerdə yeni maşınlar almağa başlayacaq. Bir dəqiqə, mən bunu əslində mən sabahdan güncəlləyəsiydimi? Nə ara güncəlləndi ola bu? Gözləyim ki normal deyil olan şeydir öyle axı bu. Bax bu normal deyil olmur. Maşını gördüm bu arada. Normal deyil olmur axı. Mən nəsə güncəlləydim. Mən özüm pre-marketdən girib güncəlləyirdim. Bu səfər nəsə bu güncəlləmə çox gördüm ha. Ondan ola bilər yox. Ondan ola bilər yəni. Yox nə tər maşınlar var. Bunları test sürüşünə də çıxartacağım. Məsələn bu Maxus 150-dir. Manevra 5 1535-dir Vict. Of. Ola maşına baxın. Ola bu nədir? İçərisinə baxaq bir dənə bunun. İçərisi nə gözəl. Bunları almıram indi. Məsələn sahne biz bunu ala bilmirik. Məsələn bu neçəyədir? 414.000 net olsun bu olduğu kimi də deyilirdi. Bu maşını bəlkə də görənlər olubdur. Lexus GS 350. Bunu görənlərimiz olar məncə. Mütləq də olar bunu görənlər. Ölkəmizdə də çox var. Amma mən bunu almaq istəyirəm. Valla mən bu maşını mənə gözümə çox görsəndi. Mən bunu almaq istəyirəm. Nə vaxt bir bir neçə gün sonra bu maşın gəlir. Sonra başqa nə gəldi? Burada görüşər formulalar. Oyda Maxus 385. Yıldız saxnətər olar ala maşına baxın. Oyuna heç vaxt öyle formula gəlməmişdi. O ne güzel maşiniymiş. Uf. Bunu da yani YouTube'da alsınlar. İzleyeceğim ama maşını. Hani ben o zaman bilmirəm. Mən silip oldu yoxsa alardım. Bu ne şeydir? İlət alsa bir yox. Deməyə bir ehtiyac yox. 175 milyonda bunu satırlar. Ama bunun ışığı yoxdur. Yox buradaymış. Yəni ki bu ışığı. Opel Astra K. Bu da çox gözəl maşındır. Maşını alaraq taksi edəyək. O da aldığımızda. Bugün elə bir dənə yeni güncəlləməyə baxaq. Şöyle bir dənə anlam ben bir dənə gözümə keçən yer kəsdi. Bu liman. Mən limana getmək istəyirəm. Yox liman nətərdir? Buraları işarələyək. Limana da doğru ki yox. Limanda nələr var? Nə yox. Sabahsı günlərdə də bu belə maşınları test edəcək. Yox nətərdir? Ola gələr. Ola yavaş da dəyişirik oyunda. Daha bu oyunu tanımaq olmaz da görüşdü bu nədir? Oyun dəyişilir. Buralarda yenilənmə var. Yox kimi görsən. Yəni ki bunların öz əvvəl var idi. Ola bilər. Mən bir söz arayacağım. Yeni gələn xəritə deyilən o limana. Durarsak. Aha gördüm. Vallahi da gördüm. İndi buranı şədim çünki oradan keçmək mümkün olmaz. O limana baxın siz. Buradan da görsəniz. Dur bunlar yox idi yəqin. Bu arada dəniz də yenilənibdir. Dənizə baxın. Dənizin tamamilə təzəliyibdilər suya bax. Bu nə sudur? Suyu da təzəliyibdilər. Girişi də buradan. Bunu daha bağla ehtiyac yoxdur. Gələk nətər olsa. Bravo limana baxın siz hələ. Ayda. Abla aşatmaq olur.
Amma çox gözəl bir qaldıraçlar gəlir. Qaldıraçlar. Buna minmək olur məsələn, minmək olmur. Yəni ki, bunlara özəl bir dənə tapşırıq falan gələr. Məsələn, deyər ki, limanda yeni işlərlə məşğul ol. Desə, qəşəng olar. Prestige. Prestige deyir. Bu nədir ya? Çox gözəl yerdir. Mən aylardır buranın gəlməsini gözləyirdim. Yəni, sonunda burası gəldi. Burasını deməyə bile var. Yeni yerler var. Yeni güncəlleme eminim ki sizlər çox bəyənəsiniz da mən burada ilk şeyimi görmək istəyirəm. Məsələn nə? Buradan əvvəl çıx, buradan da belə kuruqla dön. Sonra səni yeni bir yer aparım. Uzaq görək buradan. Buradan da uçarıq. Dur maşın düşəcəkdi. Maşın düşəsiydi. Ürəkli sürürsən də burada. Hər şey eşitən elə yoxdur lan. Enəmə qaldıq burada. Ayda, burada qaldım. Pançaya minə toza çıxa bilirik. Çox dəyişik bir dənə liman gəldi. Bura gətirəsən milləti. Bacı uşaqları maşın sürməsini öyrənməsi üçün gətir bura. Burada da sür belə. Burada çok güzel bir kule var. Habra çıkmaya çalışacağım. Hasan yolu var habra çıkmaya. Eləyəcəm. Abi yaxınlarda da bura çıxacaq. Ayten böyle uzun böhrəyi bu kadar sayılır. Bura nəsə gəldi bura. Buranın özündə heç nə yoxdur şəxsən. Nə var ki burada? Burada heç nə yox. Mənim üçün ən gözəl yerdir burası. Söyləməyə belə dəyməz. Burası çox yaxşı bir yerdir. Bir gün kimi yəni bu limandan söz etdik. Axır ki gəldi. Sizlər də güncəlləyin. Mən oyuna girər-girməz oldu. Burada da bir dənə bina var. Port. Dur buradan uç. Oba uçduq. Hadi binanın üstüne düşeceğim. Ben binanın üstüne düşəsiydim. Binanın üstüne düşəsiydim ama uza. Bu kadar yani. Baxaq nəyə baxmadıq başqa. Bax görək, bax başqa nələr var burada. Məsələn bunların hamısına baxdıq. Bunları test sürüşünə çıxartacağım. Sabahdan ilk bu maşınlara test işi olacaq. Bir elə normal bir güncəlləmələrə baxdıq. Bu liman idi, buna baxdıq. Buna baxdıq. Bunu onlayna girib baxarıq. Bunun özünün hangi gördüm. Bu da yəqin böyle olduğunu bağlayır, ne arır. Option bunu bugünlük bitirir o. Daha doğrusu bugün Karsimetr'a yeni bir güncelleme geldi. Yani yeni güncelleme çok güzel bir güncelleme sayılır. Hala bundan sonra yeni maşınlar test ediyar. Sonra istədiyim maşını ala bilirəmsə onu alacağım əlbəttə ki. Bunların hamısını sonraki videolarda eləyərəm. Məndən minik bu qədər. Bitti. Sonraki videolarda görüşmək üzere.